Xatırladaq ki, keçən dərs bura gəlib yetişdik. Allahı tapmaq üçün, tanımaq üçün, mərifət əldə etmək üçün ən doğru yollardan birisi əqli və məntiqi yoldur. Əqli və məntiqi yol. Amma biz bu hissədə araşdırma aparmamışdan öncə istərdim ki, insanın öz varlığında olan ilahi hissi, dini atifəni tanıyaq. Necə ki, hədislərdə buyurulduğu kimi, özünü tanı, Allahı tanı. Yəni, Allah tanımanın ən doğru yolu özünü tanımaqdan keçir. Bu ən doğru yoldur. Əgər özüm özlüyümdə Allahı hiss etməyəcəyəmsə, öz qəlbimdə, öz ruhumda Allahı görməyəcəyəmsə, hiss etməyəcəyəmsə, yüzlərlə dəlil və məntiq gətirilsə mənim üçün, o sadəcə olaraq bir fəlsəfi fikirlər olaraq qalacaq. Fəlsəfi fikirlər olaraq qalacaq. Allah rəhmət etsin, bir haşiyə çıxmaq istəyir. Sədi Gülüstanda yazır ki, bir filosof bir şagird ilə, tələbə ilə diskusiya edir. Bu ona fəlsəfənin nə qədər dəlilli olduqlarını başa salmaq istəyir. Fəlsəfi dəlillərlə danışır, özü hovuzun kənarındadılar. Axırda bu nəticəyə gəlir ki, hovuzda su yoxdur. Hovuzda su yoxdur. Tələbə baxır ki, hovuzda su var. Amma fəlsəfi yollar ilə nədir? Fəlsəfi yolları ilə gəlib buraya yetişib ki, bəli, hovuzda su yoxdur. Bu çaşbaş qalıb. Götürür o şeyxi, ustadı, itəliyir hovuza, bu başlayır boğulmaya, dartırlar, bunu çıxardırlar. Deyir ki, bax, ən böyük həqiqət sənin su hiss eləməyindir. Nəinki o fəlsəfi, məntiqi arqumentləri gətirmək. Bu da ola bilsin Allahın olmamağı üçün yüzlərlə fəlsəfi dəlillər gətirirlər, arqumentlər göstərirlər, bəziləri. Və bunun üzərində də çalışırlar. Amma ən böyük həqiqət bilirsən nədir? Mən burada onu hiss eləyirəm. Mən ruhumda Allahı hiss edirəm, mən ruhumda Allaha ehtiyac duyuram. Ona görə də o fəlsəfi dəlillərə, onların gətirdiyi o arqumentlərə cavab verməmişdən öncə öz ruhumuzdakı olan Allah hissini, ilahi atifəni, dini atifəni nə etməliyik, qardaşım? Tanımalıyıq, görməliyik və bilməliyik ki, bu nədir? Bu hiss nədir? Və bunu da qeyd eləmək istəyirəm. Bunu siz də biləsiniz. Bizim buradakı dərslərimiz, bu çıxışlarımız, bu danışılan söhbətlərin mənası bu deyil ki, biz hansısa bir ateisə cavab vermək istəyirik. Və yaxud hansısa bir dinsizi dinə gətirmək istəyirik. Qətiyyən bu fikrimiz bu deyil. Bizim fikrimiz budur ki, teist fikrində olanlar, inanclı olanlar, Allaha inanan insanların içərilərində olan o inancları bir qədər də nə edək? Möhkəmləndirək. Ki,
bəzilərinin sözləri onları şəkkə şübhəyə salmasın. Yollarında möhkəm olsunlar, dinlərində möhkəm olsunlar, əqidələrində möhkəm olsunlar. Yəni bu dərslərdən məqsəd bundan başqa bir şeylər deyil. Biz özümüz üçün çalışırıq. Yəni o ateist olan bir kəsə, inançsız olan bir kəsə yüzlərlə dəlil gətirir. Əgər o hidayət olmaq, həqiqəti araşdırmaq hədəfində deyilsə, məqsədində deyilsə, mən üzr istəyirəm, Allahdan bağışlanmaq istəyirəm. Allah'a göstərsən belə olmayacaq, inanmayacaq. Necə ki, bir alim ilə, bir inanan ilə, bir inanmayanın arasında diskusiya gedir. Bu deyir, sən Allah'ı heç sevmirsən. Deyir ki, heç sevmirəm onu mən. Heç! Nifrət edirəm. Dedi, axı sən deyirsən, yoxdur. Sən bayaqdan dəlillər gətirirsən, yoxdur. Yoxdur dediyinə, olmayan bir şeyə necə nifrət edə bilərsən? Olmayanı necə sevməyə bilərsən? Demək, məqsəd nədir? Sənin dəlillərin deyil, dilin desə də, o sənin düşündüyün tərz, məntiq desə də qəlbin deyir ki, var. Biz bu yoldan bu günləri araşdırmaya çıxacaq. İnsan fitrətindəki Allah. Bismillahirrahmanirrahim. Buradan başlayalım inşallah. Ümumiyyətlə, gəlin, fitrət nədir? Buna bir də nəzər salaq. Keçən dəfələrdə bir başqa cürə danışmışdıq, izah vermişdik. Bir də Allahın izni ilə bir də belə bir araşdırma aparaq ki, fitrət nəyə deyilir? Fitri meyllər var, fitri mərifətlər var, əlbəttə ki, insani fitrətlər var, heyvani fitrətlər var insanda və bunu ilə bərabər heyvanın özündə də fitrətlər var, bəzən instinkt deyilir, qərizə deyilir bunlara. Fitrətin tərifini belə deyə bilərik. Mənası nədir? Fitrət, yəni o yaradılış növü. Yəni o varlığın yaradılışı. Əgər desək ki, bir varlıqda filan şey fitrətdirsə, deməli bu nə olub? Bu onun neydi? Yaradılışıdır. Sonradan gələn deyil, yaradılışı bu cür nədir? Məsələn, meyllər deyir, fitri meyllər. İnsan yeməyə meyilli olması sonradan öyrənib onu, yoxsa fitri ehtiyacıdır? Fitri ehtiyacı. Su içməyə olan onun meyli sonradakı bir marağıdır, yoxsa nədir? Fitri meylidir. Bəli, fitrətidir. O cür də heyvanlardır. Birinci, fitrət o şey deyilir ki, həmin növün bütün fərdlərində mövcud olsun. Əgər istər heyvanda, istər insanda, bir növündə, heyvanın bir növündə, tutalım ki, balıq, quş, bir növündə varsa, onun bütün fərdlərində də bu nə olmalıdır? Olmalıdır. Mümkün deyil ki, birində olmasın. Olmasa, deməli, onda hansı bir xəstəlik var, nəsə bir problem var onda. Amma bütün növlərində nə olacaq? Bu iş olacaq. Gətirək insanın üzərinə, baxın. Biz keçən dərs dedik ki, insanda ilahi inanc fitridir.
İlahi inanc fitridir. Pərəstiş hissi fitridir. Dini atifə fitridir. Fitridir. Yaradılışdandır. Allah insanı dini atifələrlə yaradıb. Dini hisslərlə yaradıb. Allaha meyilli yaradıb. Allaha inanclı yaradıb. İnanca tələbli yaradıb. İnanca tələbli yaradıb. İnsanın ən sonda ölən nə deyirlər insanda? Deyirlər ümid. Deyirlər inanc. Ən sonda ölən inanc getdi, hər şey getdi. Ümid də getdi. Yəni bunun mənası budur ki, bunu istəyirəm deyəm ki, bir insanda, əgər biz desək ki, insanda dini hisslər fitridirsə, deməli, bütün fərdlərində bu olacaq. Hər bir kesin. İnananında da var, inanmayanında da var. Zəncisində də var, ağdərlisində də var. Hətta insan görməyən, doğulub, meşədə böyüyüb, insan görməyən bir fərd varsa, onda da bu var. Bunu heyvan üzərindən bir misal çəkim sizə. Adətən bu cürə bir misal çəkirəm mən. Deyirəm, məsələn, bir yumurta, ördək yumurtası. Onu iki cür yumurtadan çıxarmaq olar. Bir ana ördəyin və ya bir quşun altında olur, o istilik verir ona, orada nə olur? Onun cüzəsi çıxır. Bir də həmən o şəraiti, inkubator şəraiti yaradırlar, nə olur? Orada çıxır. İndi ananı, quşu qoyduq kənara. İnkubatorda. Ana görmür, ata görmür. İnkubatorda bu ördək çıxdı. Gəldi, böyüdü, elə bir dənə özünə gəldi. Onu atsaq suya, nə edəcək? Üzəcək. Doğru? Sual yaranır. Üzməyi ona kim öyrətdi? Atası yox, anası yox, yanında şahidi yox, heç kəsi də görmədi, amma o üzdü. Və o cürünə bütün o ördək növlərinin bütün fərdlərində bu nə olur? Mütləq olacaq. İkincisi budur ki, tarix boyu, tarix uzunu bütün zamanlarda sabit olmuş olsun. Bütün zamanlarda sabit olmuş olsun. Məsələn, əgər biz deyirik ki, Allaha inanc fitridirsə, 1000 illər, 10.000 il bundan sonra öncə də yaşamış bir insan tapsaq, görəcək ki, onda nə var? Allaha inancı var. Məsələn, bu illər arxeologlar harada bir insan izi tapıblarsa, o insanlarda inanc əlamətlərini görüblər. İnanc əlamətləri, dini inanc əlamətləri görüblər. Büt də olsa bir dənə heykəl tapıblar, bu inanclıdır. Fərqi yoxdur. İndi burada çaşdırmasınız sizi ki, bu bütə sitayiş edir. Yox, söhbət insanın içərisindəki inancdan gedir. Sonradan onun o meyillərin hara, necə yönəlməsinin izahını verəcəyik. Amma məsələ ondadır ki, o insanda inanc var, o insanda pərəstiş meyli var, dini atifələr var, dini hiss var, ruhu inanca tələblidir, ehtiyaclıdır. Bütün tarix boyu olur. Üçüncüsü fitri işlər. Bunlar o varlığın yaradılış tələbi olduğundan onun öyrənib öyrənməməyə də ehtiyac yoxdur. Bayaqları ördəkdə elə deyim kimi. Bu fitri olan iş elə bir işdir ki, onu heç kəsdən öyrənmirsən.
heç kəsdən öyrənməyə də ehtiyac duymursan. Bu sadəcə olaraq sənin meylindir. Öyrənməklə, öyrədilməklə o insanda yaradılmır. Məsələ tək fitri din inancından getmir. Fitri dini meyllərdən getmir. Biz keçən dəfə nələrdən danışdıq, xatırlayırsınızsa. Dedi, insanda axtarış hissi var. Dedi, insanda gözəlliyə meyl eləmək hissi var. Heyvandan fərqli olaraq. İnsanda əxlaqi hisslər var. Heyvandan fərqli olaraq. Bu, xas insana aid olan hisslərdir. Bir uşağa öyrətməklə ayıbdır, bu pisdir, bu yaxşıdır, ehtiyacı yoxdur bəzən. Bilməm, siz bunu müşahidə eləmişsiniz, yoxsa yox. Bir uşaq görəsən ki, oğlan uşaqdır. Görəsən, uşaq vaxtı çılpaq gəzir. Utanmır. Amma gəlir bir dənə həddə yetişir. 100 dəfə desən ona ki, ya, onu giyin, soyunma, eləmə, heç vecinə də alınır. Amma gəlir bir 5 yaşına ki, yetişir, başlayır nə eləməyə? Utanmağa, çəkinməyə, qorunmağa, bədənini göstərməməyə. Elə deyil. Qıraqlardan, qıraq adamdan çəkilir, sonra biraz keçir, özünkindən də çəkinir. Özünkindən də çəkilir. O, bizim dediyimiz haya, o da fitristdir. Əxlaqi hisslərdəndir. Sən nə qədər də onu parçalamaq istəsən, yenə də insanın içərisində fitrətində var. Qoy bir dördüncüsünü də deyim. Heç bir siyasi taktikalar fitrəti aradan apara bilmir. Təbliğatlar fitrəti aradan apara bilmir. Bu günləri böyük bir ateist təbliğat olsun dünyada, bir insan inancılı olmasın. Böyle olmuş olsun da. O təbliğat kesilən kimi, o siyasi maşın duran kimi, arkadan gələnlər nə gələcək? İnancılı gələcək. Biz bunun şahidi olmuşuq. Sovet döneminde şahidi olmuşuq. Allahsızlıq vəsiqəsi paylaşılıb. Filmlərdə, mediada, məktəblərdə, universitetlərdə, hər yerdə Allahsızlıq, dinsizlik təbliğatı gedir. Elmi nəzəriyyələr yazılıb. Disertasiyalar, professorlar, akademiklər yetişdirilib, təbliğat o gedir. Hər cürə təbliğat gedir, məscidlər bağlanır, cəzalar, namaz qılana, oruç tutana, Allah deyənə, inanclılara iş verilmir, vəzifədən çıxarır, təbliğata bax. 70 il dayanan kimi nə oldu? Yenidən sizlər, arxadan gələnlər, hamısı inanclı gəlməyə başladılar. Hətta onların bəzilərinin sağlam fitrətini qorumuş insanlar, onlar da başladılar. Namaz da qılmağa, oruç da tutmağa və yaxud inanclarını aşkar eləməyə və s. Niyə üçün onun? Neydi? Fitrətidir. Bizim bugünkü dərsimiz bu idi. Biz fitrətimizin, öz qəlbimizin üzərindən başlayaq Allah tanımağa. Sən özün bir özündə bir təcrübə elə. Səni inanclı olmağa kim məcbur etdi? Bu nə belə bir söz var? Uşaqları dini inanclara məcbur eləmək olmaz. Ümumiyyətlə mümkün deyil bu. Absurddur bu.
Məcburiyyət yoxdur. Ayinlərə məcbur eləyə bilərsən. Ay uşaq, namaz qıl. Ay güclə oruç tut. Bundan getmir söz. Bunlar qoy kənara. İnanc hissini heç kəsin qəlbinə sala bilməz. Mümkün deyil. Siz özünüzdən bir müşahidə aparın. Keçmişimizə, yeniyetmə dövrlərinə qayıdın. Kim öyrətdi sizə ki, Allaha inan, Allaha sev. Biz bunu ruhumuzda gördük. Hətta elə gənclərimiz var ki, elə ateist evində böyüyüblər. Dindən məlumatı olmayan bir mühitdə böyüyüblər. Amma inanclıdırlar. Meçidə gələrək deyil, inanclı olub sonra meçidə gəliblər. Meçidə gəlib namaz öyrənməyiblər, namaz qılıblar sonra gəliblər meçidə. Bu belədir. İstəsən də belədir, istəmən. Qəbul etsən də belədir, qəbul etməsən də belədir. Elhamdülillah. Bəzən belə bir suallar çıxır. Əgər din hissi fitridirsə, niyə inançsızlar var? Sual yaranıb sizin özünüzdə. Din hissi fitridirsə, niyə inançsızlar var? Əvvəla inançsızlar iki qismə bölünür. Biri zəif inançsızlardır. Bu da inançlı sayılır. Biri inkarçıdır. İnkarçıların özlərini də araşdırmaq lazımdır. Onlardan bəziləri küskünlərdilər. Küsüblər Rəblərini. Küstükləri üçün inadına yoxdur deyirlər. Olsaydı belə olmaz. Küskündür. Mümkündür yaxını dünyasını dəyişir. Mümkündür həyatında işləri düz getməyib. Cürbəcür hadisələr ola bilər. Yaxınlarda bir video idi orada. Baxdığımız o statusda neydi? Kommentləri oxuyordum. Yani birisi yazdı. Allah olsaydı mənim balamı əlimdən almazdı. Olsaydı almazdı. Almazdı ilə olsa nədir? Fərqli bir şeydir. Bu küskünlər. Allah olsaydı mənim balamı əlimdən almazdı. Küskünlər. Bəziləri də nəzəri olaraq dediyim belə ateizm kimi. Nəzəri olaraq. İndi onlarda da baxsaq, o ilahi fitrət var, yoxsa yox. Bu da bir maraqlı bir sözdür. Əvvələ deyək, onlarda var, yoxsa yox. Baxın, uşaqda ilk uşaq doğulub. İnsan bir növüdür. İnsan növündə bir uşaq doğulub, belə deyil. Bir uşaq doğulub. Bu uşaqda ilk nə yaranır? Hansı fitri hissi yaranır? Siz deyin. Acıma. Ona kim öyrədir ki, sütü belə yerlər? Acıma hissi. Yaxşı? Bir. Bəzən uşağı alladırlar. Nə edirlər? Uşaq ağlayır, yemək istəyir. Nə edirlər ona? Soska verir, rezin soska verirlər ona ki, nə etsin? Burada alladır özünü. Alladır. Amma o, onun içərisindədir. Bəzən görərsən, səhvə yönləndirərlər. Həqiqi Allah qalar, apararlar bütün üzərinə. Bütün sahişir etdirərlər. İnsana büt deyərlər. Pərəstiş dövrü olub Sovet dönəmində. Firon zamanında. Firona Allah deyiblər. Yönləndirmək olur. Amma həmən o inancdır, yönləndirirlər. Bugünkü dövrdə o hissləri hara yönləndirirlər, bilirsiniz? Sən eşidin bunu. Fanatizm.
Fanatizm yox, fanatçılıq deyə. Fanatizmi bəzi dinə fanatizmə də qoşurlar. Müğənnilərə, pərəstişə, futbolçulara, pərəstişə. Görürsən bir uşaqdır, 50 dənə futbolçunun, xarici futbolçunun adını saya bilir. Deyirsən, dinə, la ilahe illallah məsələn, ya imamın adını deyirsən, deyə bilmirəm. Öyrənə bilməm, çətindir. Xatırlayırsınız da, bir 15-20 il bundan qabaqki dövrlərdə qara oğlan çıxırdı oxumağa. Michael Jackson. Öldürürdülər özlərini, dağıdırlar. Həmən o pərəstiş hissidir, yönləndirir ora. Ya futbola, ya digər bir məsələ. O həmən hissidir, pərəstiş hissidir. Onu yönləndirirlər. Mən bir ikisini dedim, çox demək olar. Çox demək olar. Baxın, bir dənə lampa yanır. Lampa. Bir lampa yanır. Bunu biz qara bir desmalla neyse üstünü örtsək. Onun ışığı görsənər, görsənməz. Amma işıq yanır onun içərisində, ya yox. Yanır. O inkarçı insanlar, hansısa özləri üçün bir dəlil gətirən insanlar ki var, inkar edirlər. Hansı səbəbdən Allahlarını, Rəblərini inkar edirlər. Onların fitrətlərində bu daim var. Üstünü örtüblər. Üstünü örtüblər. Bax, maraqlısı budur. Amma nə baş verir? Bu götürülən kimi o çıxacaqsın. Bu götürülən kimi o çıxacaqsın. Bir dənə belə deyək də. İmam Cəfər Sadiq əleyhissalamın dövründə bir nəfər o vaxtı da var idi. Ateizmdə deyil ki, onda da var. Dəhrilər deyirlər onlara. Zındıqlar deyirdilər onlara. Maddəçilər var idi. Yəni. Gəldilər İmam Cəfər Sadiq əleyhissalamın yanına. Deyirsiniz ki, inanc fitridir. Bəli. Dedi, mənim içimdə olan o inanc hissini göstər. Hasıdır. İmam buyurdu ki, sən dənizdə gəmi ilə səyahət eləmişsən? Dedi, bəli, eləmişəm. Olunmu ki, gəmin təlatümə düşsün, batsın? Amma elmi qeybi ilə bilirdim onu. Dedi, bəli. Səhranın ortasında köməksiz qalasan, əlin heç yerə çatmasın. Dedi, bəli. Dedi, o anda nə fikirləşdin? Heç sənə kömək edən yoxdur. Gəmiyə güvənirdin, gəmidən də düşmüsən. Burada deyirdin ki, filan kəsə deyərəm, o da yoxdur. Əlin hər yerdən üzülüb, hər yerdən. Elə bir anda nə hiss elədin? İçimdə bir şey yarandı ki, səndən də güclü, qeybdən, yuxarıdan bir qüdrət sənə kömək edə bilər. Kömək edən var. Mən bunu da hiss elədim. Bunu çoxumuz yaşamışıq əslində. İnanan və inanmayan, az inanan, bilərəkdən inkar edən, dəlil gətirib inkar edən hamısı yaşayır və bu illərdə yaşayırlar. Boş şeydir deyənlər ki var ha. Biz görmüşük. Əli üzülən kimi qaçır o pir, o meçid, ona deyir dua elə, buna deyir dua elə, özü başlayır yalvarmağa, gizlində, ay Allah. Başlayır çağırmağa. Allah deyir çağırır. Allah deyir çağırır. Ən böyük ateist etiraf edib bunu. Xüsusən də ölüm çağlarındakı pərdələr götürür, onu da etiraf edirlər. Əl hər yerdən üzüldü. Elə ki, insan istiğna deyirlər ona, istiğna. Özünə qəni bilir. Deyir, niyə? Quran buyurur ki, niyə insanlar tuğyan elədilər? Tuğyan elədilər, azdılar. İstiğna, özlərini qəni bildirər, ehtiyatsız bildirər. Neyirəm Allah'ı?
Xəstələnərəm, gedərəm həkimə, pulunu verərəm, mənə müayinə eləyər. Ürəyim ağrıca, lap yarıb çıxaracaq. Neynəm Allah? Amma nədir? Elə ki, həkim də dedi ki, bacarmır, üst tutur Allaha. Allaha üst tutacaq. Bax, həmən o üst tutma hissinə deyirlər nə? Dini inanc. Fitri inanc, fitri. Bu, baxın, bu sözü də istəyirəm sizə deyəm. İnsanın içərisində suzuma hissi var, fitridir ya yox? Bəli. Allah qoyub fitridirsə, biz deyirik buna Allah qoyub bizim üçün. Yaxşı, diqqət edin. Deməli, Allah qoyub. Niyə qoyub? Mənim suya ehtiyacım olmasaydı, su mənim varlığımın, yaradılışımın tələbi olmasaydı, o his olardı məndə ya yox? Təbii ki, yox. Əgər o his məndə varsa, deməli, mənim ona ehtiyacım var və o mənim varlığım üçün zəruridir. Əgər mənim ruhumda inanc, Allaha pərəstiş eləmə, Allaha inanmaq din hissi, Allah hissi fitridirsə, deməli, mənim o var, əvvəla var ki istəyirəm və həmçinin də mənim ruhumun ona ehtiyacı var. Əla bi zikrəllah tətməinnul qulub. Bu qəlblər fəqət onu yad eləməklə aramlaşar, fəqət. Allah təbarək və teala Həzrət İbrahim əleyhissalama buyurdu, فَأَقِيمُ وَجْهَكَ لِلدِّينِ حَنِيفَ فِتْرَةَ اللّٰهِ الَّتِي فَتَرَ النَّاسَ عَلَيْهَا. Dur, üzünü tut Allah'ın hənif olan dinine. Bak, çok maraqlı söz ya bu. Ne Yahudiliğe, ne Hristiyanlığa, ne Müslümanlığa, ne hənif. Hənif yani senin yaradılışın. Doğru din senin yaradılışındır. Hak din senin yaradılışındır, hənif. Üzünü tut hənif dinine karşı. فَأَقِيمُ وَجْهَكَ لِلدِّينِ حَنِيفَ فِتْرَةَ اللّٰهِ الَّتِي فَتَرَ النَّاسَ عَلَيْهَا. O Allah'ın bir yaradılışıdır ki, bütün insanları o hənif dininde pak, doğru, təfrit ve ifratsız olan o dinde yaradı. Allah bütün insanları din hissinde yaradı. Və bunu heç insan özü hiss eləməlidir. Və bütün din ki, biz keçən dəfədə danışdıq. Hətta qiyamət məsələsi var, axirət məsələsi var. O da bir fitrətimizdə var. Baxın, bizdə ölməmə hissi var. Ölməyəcəyəm deyə bir hissi var. Doğrudan da ruhum deyir ki, ölməyəcək, inanmır ölməyinə. Ruhun əbədiliyinə aiddir. Fitrətdir bu da. Düz? Mənim ruhum kamilliyə aşıq olmaq istəyir, eşqə möhtacdır, sevgiyə möhtacdır. Kamil olmalıdır ki, bu hiss mənim fitrətimdə olsun. Kamillik olmalıdır ki, bu mənim fitrətimdə olsun. İnsanın ruhu kamil ədalət axtarır. Kamil ədalət deyilən bir şey olmalıdır ki, bu bunu istəsin. Əks təqibdə olmayacaq. Həqiqətlə fitrətim nədir? Eynidir, bir-birini tamamlayırlar. İlk öncə biz bu məsələləri öz içərimizdə axtarmalıyıq, öz içərimizdə tapmalıyıq və bunun üzərindən yola çıxacaq. Tapmasaq, gələn dəfiyə qədər axtarmasan, tapmasan, ölçündə bunları görməsən, bizim sonraki gətirdiyimiz o dəlillər, argumentlər filanlar, onlar bayaqlar söylədiyim kimi
sənin üçün söz olaraq qalacaq. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allah sizi müvəffəq eləsin. Allah bizi tevhid dinində, İslam dinində müvəhhid olaraq Hənif dinində qərar versin inşallah. Amin.